Xoş gördük. Mən doktor Fərid Rəfibəyli. Bu proqramı hazırlamaqda məqsədim sizi siqaretdən müvəqqəti yox, ömürlük azad etməkdir. Bu təlim siqaret çəkərək siqaretdən azad olmaq üzərində qurulub. Hətta bu videoları izləyərək də çəkə bilərsiniz. Bir məhdudiyyət yoxdur. Siqareti tərk etmək üçün onu qadağan etməyə ehtiyac olmadığını təlimin sonlarına yaxınlaşdıqca özünüz də görəcəksiniz. Təlimin 7 gününü canlı yox, bu cür video formatında keçirməyimizdə əsas məqsəd bəzi vizuallar, şəkillər və nümunələrdən istifadə edərək mövzunu daha sistemli və anlaşılan formada izah etmək üçündür. Bu 7 gün ərzində bəzi məlumatları sizinlə bölüşəcəm. Amma siqaretin zərərlərindən, neçə il tez öldürdüyündən, yaradacağı xəstəliklərdən demək olar ki, danışmayacağam. Ya da qaranmış ağciyər şəkli göstərib çəkməyə davam etsəniz belə olacaqsınız deməyəcəm. Çünki siqareti tərk etmək istəyənlər onsuz da bunun fərqində və yetərincə məntiqli insanlar olurlar. Peşənin, yaşın, qadın və ya kişi olmağın fərqi yoxdur. Siqaretdən asılı olmaq insanın öz əlində olan bir seçim deyil. Hələ nəzərə alsaq ki, insan siqaret çəkməyə adətən yeniyetməlik dövründən başlayır. Həmin vaxt heç kim bu yerə gəlib çıxacağını, ondan asılı olacağını təsəvvür etmirdi. Çünki bu hissi yaşamadan anlamaq çətindir. Təəssüf ki, mən də 12 il siqaret çəkmişəm. Bu çarəsizliyi mən də yaşamışam. Hətta tərk etmək üçün ağlınıza gələ biləcək bütün metodları da sınamışam. Amma beyində baş verənləri anlayanda gördüm ki, əslində çətin bir şey deyilmiş və bu məsələ sadəcə beyində həll olunmalıdır. Mənim işim də elə beyinlədir. Ona görə də bu prosesi çox asanlaşdırmışam. Növbəti günlərdə sizdən nələrsə etməyinizi istəməyəcəm. Tək istəyim hər gün sadəcə bir video göndəriləcək və gün ərzində sizə tam rahat olan bir vaxtda özünüzə 10-15 dəqiqə vaxt ayırıb bu videoları izləməyinizdir. Burada danışdıqlarımızı başa düşəndə bir daha siqaret adlı probleminiz qalmayacaq. Danışacağım bütün mövzular tamamilə elmi məlumatlara əsaslanacaq. Mən klinik biokimya üzrə həkim mütəxəssis və neyroelm üzrə araşdırmaçıyam. Klinik biokimya insanın daxili biokimyəvi sistemini, neyroelm isə beyin və davranışlarını öyrənən elmdir. Bu iki elmin köməyi ilə beyində baş verən prosesləri, bu proseslərin davranışımıza və düşüncəmizə necə təsir etdiyini, siqaret istəyinin necə yarandığını, beynin ona necə reaksiya verdiyini və tərk etdikdən sonra öhdəsindən necə gələ biləcəyinizi açıqlayacağam. Bu metod ən rahat şəkildə iradə gücündən istifadə etmədən siqareti tərk etmək üçün hazırlanıb. Yəqin ki, siz də nə vaxtsa bundan qurtulmaq üçün iradə gücünüzdən istifadə etmisiniz və çox güman ki, iradə gücünün bir yerdə tükəndiyini, sizi yarı yolda qoyduğunu da görmüsünüz. Əslində siqareti tərk etmək üçün verilən iradə savaşı beynimizin şuur ilə şuuraltı hissəsinin apardığı daxili mübarizədir. Yəni insanın öz-özü ilə apardığı bir savaşdır. Bəs şuur ilə şuuraltı deyilən şey nədir? Yəqin ki, çox eşitmisiniz bu sözləri. Amma bu işlə məşğul olan bir həkim olaraq bir də mən izah edeyim. Şuur beynimizin ən üst qatında neokorteks dediyimiz bir hissəyə aiddir. Adı önəmli deyil, yadınızda saxlamağa ehtiyac yoxdur. Burada məntiqi düşünmə, qərar vermə, plan qurma, analiz etmə, özünü mühakimə qabiliyyətimiz, həmçinin iradə gücümüz yerləşir. İnsan gündəlik həyatdakı davranışlarında, etdiyi seçimlərdə 95% şuuraltı, 5% hallarda isə şuurundan istifadə edir. Bəs bu hissə, yəni şuurumuz nə zaman aktivləşir? Məsələn, indi məni dinləmək üçün şuurdan istifadə edirsiniz. Həmçinin bu hissə sayəsində siqaretin sağlamlığa zərərli olduğunu düşünüb onu tərk etmək istəyirsiniz. Ya da məntiqinizi işə salıb nəsə bir şey hesablayırsınızsa, ya bir plan qurub, nəsə analiz edib bir qərar verirsinizsə, bunların hamısı şuura aiddir. Yəni şuurumuz sayəsində bunları edə bilirik. Bəs şuuraltı nədir? Şuurlu hissənin dərhal altında şuuraltı dediyimiz sahə başlayır. Adından da göründüyü kimi bura şuuraltıdır. Burada şuura aid bacarıqların heç biri olmasa da bu sistem şuurdan qat-qat sürətli və güclü işləyir. Emosiyalarımız, vərdişlərimiz, hisslərimiz, avtomatik reaksiyalarımız, qorxularımız, istəklərimiz və bizi eyni davranışları təkrar etməyə məcbur edən bütün sistem burada yerləşir. Burada məntiq yoxdur, analiz yoxdur, doğru, səhv anlayışı yoxdur.
Məsələn, şuurlu şəkildə düşünüb siqareti tərk etmək üçün qərar verirsiniz, amma bir müddət sonra sizi çəkməyə məcbur edən bir istək yaranır. Çəkməmək üçün söz versəz də, ən sonda verdiyiniz o sözü tuta bilməyib təkrar çəkirsiniz. Yəni şuurlu şəkildə nə qədər qərar versəniz də, bu qərarları pozmağınıza sizi məcbur edən sadəcə bir şey var. Bu beyninizin şuuraltı hissəsi. Bəs verdiyimiz bir qərar necə olur ki, şuurun nəzarətindən çıxıb şuuraltının idarəsinə ötürülür? Bunun çox sadə bir mexanizmi var. Əgər insan bir hərəkəti şuurlu şəkildə dəfələrlə təkrar edirsə, məsələn, hər çay kofe içəndə siqaret çəkirsə, bu hərəkət artıq beyin tərəfindən bir ehtiyac kimi qəbul olunur və şuuraltı hissəyə ötürülür. Yəni beyin deyir ki, bu insan bu hərəkəti şuurlu şəkildə hər dəfə təkrar edirsə, deməli bir bildiyi var. Yəqin ki, həyatımız üçün vacibdir deyə düşünür. Elə ona görə də beyin o hərəkəti şuuraltına ötürür ki, şuuru çox məşğul etməsin. Çünki şuuraltına ötürülən hərəkətlər artıq avtomatikləşir. Şuurun nəzarətindən çıxır və o hərəkəti icra etmək üçün şuura ehtiyac qalmır. Bəs bunun səbəbi nədir? Niyə şuurlu şəkildə təkrarladığımız hərəkətlər bir müddət sonra şuuraltına ötürülüb, orada avtomatikləşir? Səbəbi odur ki, şuur bir neçə işi eyni anda yerinə yetirə bilmir. Məsələn, çox güman ki, eyni anda həm mənə qulaq asıb, həm telefonla danışıb, həm də yazı yaza bilmərsiniz. Çünki bunları etmək üçün şuura ehtiyac var. Əgər şuur aktivləşirsə, ancaq bir işi görə bilir. Amma dediyim bu hərəkətləri günlərlə təkrar etsəniz, məsələn, zənglərə cavab verən operatorlar kimi, artıq bu hərəkətlər şuurdan aşağı keçib, şuur altında avtomatikləşəcək və bu hərəkətləri yerinə yetirən zaman şuurdan istifadə etməyə ehtiyac qalmayacaq. Ona görə də eyni anda edə biləcəksiniz. Başqa bir misal da verim. Məsələn, ilk dəfə maşın sürməyi öyrənən bir insan götürək. Qazın, tormozun, sükanın harda olduğunu düşünür, bir gərginliyi olur. Hər hərəkəti şuurlu şəkildə diqqətlə etməyə çalışır. Hətta həmin anda danışmaq, kimləsə söhbət etmək belə çətinləşir. Çünki şuuru tam olaraq bir işə, maşın sürməyə fokuslanıb. Amma zamanla bu hərəkətləri təkrar etdikcə maşın sürmək avtomatikləşir. Artıq qazın harda olduğunu düşünmürsünüz, sükanı necə çevirəcəyinizi analiz etmirsiniz. Yəni maşın sürmək üçün artıq şuurdan istifadə etmirsiniz. Çünki bu proseslər artıq şuuraltına keçib. Şuuraltı şuura deyir ki, mən maşını sürəcəm. Sən narahat olma, sən başqa şey düşün. Mahnıya qulaq as, söhbət elə, telefonla danış, nə yeyəcəyimizi düşün, gələcəyi planla, gerisini boş ver. Amma bunlar nə vaxta qədər davam edir? Bir problem çıxana qədər. Əgər yolda bir qəza görsək, ya bir hadisə baş versə, təhlükə olsa, ya yolu səhv geçsək, tez mahnının səsini alırıq. Yanımızda danışan varsa, fikrimizi o insana verə bilmirik. Başqa şey düşünə bilmirik. Çünki şuurumuz yaranan problemə fokuslanıb. Bu dediklərim tək maşın sürməyə aid deyil. Gündəlik həyatımızı bu cür yaşayırıq. Bir problem olana qədər hər şeyi avtomatik şuur altında həll edirik. Yox, əgər problem olsa, təhlükə yaransa, işlər tərs getsə, tez şuurumuz aktivləşir ki, yaranan problemi həll edə bilək. Çünki bir plan qurmalıyıq, analiz etməliyik, düşünməliyik. Bunları da ancaq şuurlu beynimizlə edə bilərik. Çünki şuur altında düşünmə qabiliyyətimiz yoxdur. Yəni, qısaca yekunlaşdırıb desəm, əgər bir hərəkəti şuurlu şəkildə təkrar ediriksə, həmin hərəkət şuur altına keçir və o hərəkətin icrası avtomatik rejimə çevrilir. Eyni mexanizm vərdişlərdə və asılılıqlara da aiddir. Bu cür yaranırlar. Bir hərəkət nə qədər çox təkrar olunursa, beyin onu bir o qədər vacib kimi qəbul edir və şuur altına ötürür. Bundan sonra o hərəkət şuurlu yox, şuuraltı idarə olunmağa başlayır, ta ki onu dəyişmək istəyənə qədər. Əgər insanda bir fərqindəlik yaranırsa, bir vərdişin zərərli olduğunu düşünüb tərk etmək istəyir isə, bu halda iradə gücümüzdən, yəni şuurumuzdan istifadə etməyə başlayırıq ki, şuuraltı sistemə qarşı qoya bilək. Çünki dedik ki, iradə gücümüz beynimizin şuurlu hissəsinə aiddir. Danışdığımız misallardan da göründüyü kimi, şuuraltı sistem şuurdan qat-qat sürətli və güclüdür. Ona görə də şuuraltı sistemə şuur ilə qalib gəlmək bir yerə qədər mümkün olur. Çünki şuurumuzu çox aktiv saxlaya bilmirik, çünki tez yorulur.
Nəticədə iradi gücü də tükənir və hər şey köhnə halına qayıdır. Deməli, siqareti tərk etmək üçün iradi gücü çox vaxt kifayət etmir. Ona görə də bir insan buna qarşı gələ bilməsi üçün bu prosesin necə başladığını, düşüncəsinə necə təsir etdiyini, şuuraltı sistemə necə qalib gələ biləcəyini bilməlidir. Bu da ancaq bilgi ilə mümkündür. Ona görə də bu proqramı hazırlamışıq və gedişatı belə olacaq. Bu 7 gün ərzində hər gün ən vacib olan bir mövzu haqqında danışacağam. 7-ci günün sonunda isə əvvəlcədən müəyyənləşdirdiyimiz məkanda canlı bir təlim keçiriləcək. Canlı təlimdə siqareti tərk etdikdən sonra beynin buna necə reaksiya verəcəyini, qarşınıza çıxa biləcək bütün vəziyyətlərdən danışacağam və onların öhdəsindən asanlıqla necə gələ biləcəyinizi öyrənəcəksiniz. Təlim müddətində beyin üzərində aparılan ən son tədqiqatlardan, asılılıqların yaranma mexanizmindən, insan davranışlarından, apardığımız elmi təcrübələrdən və başqa bir çox mövzudan danışacağam. Bu proqram dərs vəsaiti ya da akademik mühazirə deyil. Sıxıcı məlumatlar verib sizi yormayacağam. Əksinə, bütün mövzular insana və gündəlik həyatdakı davranışlarına aid olduğu üçün sizə maraqlı gələcəyini düşünürəm. Təlimin sonunda həyatınız bir daha əvvəlki kimi olmayacaq. Artıq öz qərarlarınızı idarə edə bilən başqa səviyyəyə keçəcəksiniz. Çünki bu təlim fərqindəlik metodudur. Əgər bir insanın əlində bilgisi varsa və nə etdiyini də bilirsə, həyatını istədiyi kimi idarə edə biləcək. Sabah çox maraqlı bir mövzu haqqında danışacağam. Növbəti videoda görüşərik.